Pythonda indeksləmə deyə anlayış var idi. İndeksləmə nə idi? Məsəl üçün mən bir dənə list tip verilənin daxilində dəyişənlər yazırdım. Həmin dəyişənləri birinci elementdən başlayaraq indeksləyirdim. İndeksləmə necə aparılırdı? Soldan sağa doğru, bir də sağdan sola doğru. Burada da eyni şey var. Amma ümumi olaraq hər iki dildə də indeksləmə apardığımız halda biz birdən başlayıb indeksləmirik. Sıfırdan başlayaraq indeksləyirik. Məsəl üçün burada sıfır yazdığım rəqəm, element elə sıfır olaraq da qiymətləndirilir. Məsələn, mən bunu belə eləsəydim, 1, 2, 3, 4, 5, sonra ad yazmışam, string tip öz adımı yazmışam, sonra 6, 7, 8, 9, sonra başqa bir tələbə ad yazmışam. Burada indeksləmə necə aparılır? Bir yazdığım rəqəm, bu element 0 deyə nömrələnir. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 və 10. Yəni bu şəkildə belə deyək, üstü sıfırdan başlayaraq nömrələnmiş olur, birdən başlayaraq nömrələnmir, indekslənmir. Və mən burada məsəl üçün belə bir bu hissəni hələ ki mən komment vəziyyətinə alacağam. Hissəni komment vəziyyətinə alacağam ki, bizdə bir dəyişiklik görsənməsin. Məsəl üçün mən burada uşaqlar console.log yazıb elementlər dəyişənini çağırıram və 7 yazdığım halda çox vaxt uşaqlar deyir ki, burada müəllim elementlərin içərisində 7 rəqəmi hardadısa onu çap eləyəcək, 7 rəqəmi varsa onu çap eləyəcək. Belə deyil uşaqlar. Burada bu indeksləyir və 7-ci indeks hansı elementə düşürsə onu çap eləyir. Məsəl üçün mən bura 5 yazıram. İndi baxaq. Mən gedəcəm bunu live serverdən açıram. Və baxaq, konsol hissəsində uşaqlar. Fikir verin, burada 5-ci indeks hara düşür uşaqlar? 5-ci indeks gəlir 0, 1, 2, 3, 4, 5. Bəli, mənim yazdığım string tipli ada düşür. Və fikir verin, burada həmin adı çap eləmiş olur. Növbəti bizdə nə var uşaqlar? Dəyişənləri biz başqa, daha doğrusu elementləri başqa bir elementinə dəyişə bilərik array daxilində. Baxın, məsəl üçün bunu necə yazırıq? Elementin, dəyişənin adını yazıram, elementlər və indeksini çağırıram. Məsəl üçün 9-cu indeks. 9-cu indeksdə, uşaqlar, 9-cu indeksdə məndə nə yazılıb? Məndə 9-cu indeksdə yazılıb ki, məsəl üçün, bir dəqiqə, düz çağırmamışam. 9-cu indeksdə məndə yazılıb 9 rəqəmi və ya 10-cu indeks yazıram. 10-cu indeksdə məndə nə yazılıb? 10-cu indeksdə yazılıb ki, Əli sözü. Elədir? Əli. String tipli bir verilən yazmışam. Mən burada 10-cu indeksi başqa bir elementə bərabərləşdirirəm və console logda elementlər 10 yazanda 10-cu indeksdə artıq yeni yazdığım elementi çap eləmiş olacaq. Baxaq, konsol hissəsində yoxlayaq. Həqiqətən də görürsünüz, ikinci yazdığım. Baxmayaraq ki, elementlər 10, bax, biz bu hissəni yazmasaq, uşaqlar, biz bu hissəni yazmasaq, belə çap eləsək, görürsünüz, burada Ali çap edir. Görürsünüz, bu yazdığım adı çap edir. Yox, mən əgər bura elementlər 10 transkript içərisində yazıb, sonra onu bərabərləşdirsəm başqa bir dəyişənə, artıq yeni konsol log hissəsində, konsolda artıq yeni yazdığım element çap olunmuş olacaq. Aydındır, bu belə. Növbəti keçdik nəyə? Növbəti bizdə nə var? Məsəl üçün mən deyirəm ki, hər dəfə axırda 10-cu elementdən əvvəl 10-cu elementin yerinə məsələn deyirəm fərqli bir söz yazsın. Bunun üçün necə edə bilərik uşaqlar? Elementlər yazıram, sonra nə edirəm? Bu elementlər .length bu yazılışdan istifadə edəcəyik. Qarşıda birazdan for'da, for each'də də istifadə edəcəyik bundan. Ona görə diqqətlə qulaq asın. Mən nə edirəm uşaqlar? Elementləri yazdım və elementlər nöqtə qoyub length yazıram. Elementlər nöqtə qoyub length yazsam, bu nə edir uşaqlar? Bunun daxilində neçə dənə element, bax bu elementlər olan dəyişənin daxilində, bu array'in daxilində neçə dənə element varsa, onun sayını çıxardır. Baxaq görün neçə dənədir? 1, 2, 3, 4, 5, 6, bunlar hərəsi ayrı-ayrı hesab olunmur da uşaqlar, bütöv bir elementdir. 6, 7, 8, 9, 10, 11. 11 dənə element var, elədir. Mən nə deyirəm? Deyirəm 11-ci elementdən çıxsın biri, 11-ci elementdən çıxsın biri və sonuncu elementin adını dəyişsin, müəllim eləsin. Baxın, bu qaydada yazıram, uşaqlar. Fikir verin, 10-cu elementə, 10-cu indeksə düşən elementə artıq, 10-cu indeksə düşən elementi burada olanı yox, burada mən yenidən əlavə elədiyim, bərabərləşdirdiyim yeni elementin adını yazmış olur. Baxaq, görürsünüz bu qaydada. Amma normalda bu olmasaydı, məndə yeni nə çap olunacaqdı, uşaqlar? Məndə yenə 10-cu indeksə, daha doğrusu bunu da silək, 10-cu indeksə düşən Əli sözü çap olunmalı idi. Aydındır, uşaqlar.
Bir daha deyirəm sizə bu haqda. Deməli, mən burada yazdım elementlər 10. 10-cu indeksə düşən element hansıdırsa, 10-cu indeksə düşən element hansıdırsa, onu dəyişdirdim başqa bir dəyişənə, başqa bir elementə və 10-cu indeksdə həmin elementi konsol sesində çap elədim. Bir də var uşaqlar, mən gəlirəm hər dəfə deyirəm ki, bu array daxilində sonuncu elementi dəyişsin, başqa bir element eləsin. Bunun üçün nə edirəm? Elementlər eyni şeydir də, elə bil ki, eyni yazılışdır ikisi də. Sadəcə fərqli bir tipajda yazmışam. Elementlər daha doğrusu dəyişəni çağırıram və elementlər.length qoyub bunun uzunluğunu tapıram. Uzunluğunda 11 dənə belə deyək element var hazırda bunun içərisində. Nöqtə length yazıram və çıxılsın 1 eləyirəm. Çıxılsın 1 də niyə eləyirəm? Çünki bizdə indekslənəndə necə indekslənirdi uşaqlar? Sıfırdan indekslənirdi. Bizdə burada hazırda neçə dənə indeks var? Daha doğrusu element var. 11 dənə element var. Amma biz burada sayanda 50 sözü gəlib 11-ə düşmür. 10-a düşür. Aydındır? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Görürsüz, sıfırdan başlayıb indeksləyirəm və 10-cu elementə düşür. 10-cu indeksə düşür. Amma normalda bu nədir? Burada 11-ci elementdir. 11-ci yeri tutur. Mən ona görə uşaqlar, burada çıxılsın 1 yazıram ki, sonuncudan biri çıxsın və onu bərabərləşdirsin yeni bir dəyişənə. Məsəl üçün müəllim olmasın, yazıram Tunarın adını. Tunar. Ctrl S, görürsüz burada Tunar çap elədi artıq. Aydındır. Bu belə. Növbəti uşaqlar, bizdə başqa nə var? Məsəl üçün, mən burada bu hissədən izah edəcəm sizə. Məsəl üçün, mən burada nömrələyəndə 10-cu indeksə qədər gəlib nömrələnir. Mən bura 15 yazıram uşaqlar. Mən bura 15 yazdığım halda, artıq 15 dənə indeks yoxdur axı məndə. 15 dənə element də yoxdur. 15 yazdığım halda bura bizə undefined null xətasını verir. Bax bu qaydada. Bu, başqa proqramlaşdırma dillərində, baxın, bu qaydada bir xəta tipi verir uşaqlar. Array index out of bound exception. Belə bir xəta verir başqa proqramlaşdırma dillərində. Amma JavaScript-də burada undefined xətasını verəcək. Aydındır. Bu nə, hansı halda oldu? Undefined xətasını hansı halda verdi? İndeksi olmayan elementi burada axtardığım halda. 15 dənə elədir. Mən 15 yazıram, 15 dənə elementim yoxdur. Amma mən gəlim bura 10 yazım. Rahatlıqla çıxaracaq ki, 10-cu elementim, 10-cu indeksə düşən elementim 50-dir. Aydındır, uşaqlar. Bu belə. Mən bura, məsəl üçün, 11 yazsam artıq, yenə mənə nə edəcək? Yenə mənə undefined verəcək. Çünki 11 dənə element olmasına baxmayaraq, 11-ci indeks yoxdur. Bu belə axtarış edəndə biz nəyə axtarış edirik? Biz indekslərlə axtarış edirik. Və burada 11-ci indeks yoxdur deyə, ona görə bizə undefined xətasını vermiş olur. Aydındır. Yoldaşlar, sual var, Bright? Müəllim. Bəli. Bilmirəm. Okay, Müəllim orada çıx bir yazmışsınız. Bir dənə göstərin də kodu. Aha. Göstərirəm bu. Orada müəllim elementlərin sayından çıxır da, hə. Hə, element length, elementin sayı neçə dənədir? 11 dənə element var idi, elədir. Biri niyə çıxdıq? Biz dedik ki, indeksləyəndə neçədən başlayıb indeksləyirik? Sıfırdan başlayıb indeksləyirik və ona görə o sıfırı elə bil ki, çıxırıq da orada. Bir dəyər kimi götürürük və onu birini çıxırıq orada. Və sonuncunu da bərabərləşdirirəm Tunar sözünə. Bax bu sonuncu bərabərləşdirdim Tunara. Artıq əl yox, Tunar çap olundu. Bura kimi aydındır uşaqlar. Mən başlayım yenə bir gərək at çəkim. Əsmər aydındır. Bəli, aydındır müəllim. 100%. Teyfur Bəli. aydındır, Teyfur. Bəli, bəli. 100%. Bəli, bəli. Hardan danışsan? Valla kravatın içindən danışsan. Səsi niyə belə yavaş gəlir? Qorxa-qorxa. Yox, müəllim. Yox, müəllim. Sonra Hümbət aydındır. Hümbət. Bəli, müəllim, bəli. Okay. Royal aydındır. Kimdəsə sual varsa uşaqlar, hamı bəli, aydındır deyir deyə mən də aydındır deyim, hə, başa düşdüm deyim. Belə hallar olmasın. Kimdəsə sual varsa yerindəcə versin. Baxın, kodlarda heç nəyi axsatmayın. Heç nəyi qaranlıq olaraq özünüzdə saxlamayın. Çünki sabah fırlanıb gələcək, bu sizdə elə bir yerdə ilişəcək ki, deyəsiniz ki, gərək vaxtında bu sualımı verərdim. Heç kim utanmasın, çəkinməsin, rahat suallarınızı verin. Rüfani aydındır. Arifən. Aydındır müəllim. 100% başa düşdün. Əliylə çətin deyil əslində. Burada çətin bir şey yoxdur. İndekslərlə aparırsınız da. Python-u bilənlər bunu da biləcək uşaqlar. Sonra Şahəddin, aydındır. Bəli, müəllim, Aydındır sonra. Aydındır müəllim. Sümeyyə aydın. Voy, bala o nə səsdir? Sümeyyə aydındır.
Mənə nə